Bəli. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron müqavilə faktoru. Yəni, müqavilə faktorunu biz niyə vururuq? Bilirsiniz, mən də Yəni satışlarımızı dövlət Ayda. Yəni qarşılığında əgər biz təqdim vergi etmək. ödəyicilərinə xidmət göstəririksə, vergi Bəli. ödəyicinə, əgər hər hansı bir xidmət göstəririk, mal satırıq, ondan pul almaq üçün biz ona ancaq müqavilə bağlayırıq. Əgər mal alışı satışıdsa, alqı-satqıdır. Əgər xidmət satışıdsa, xidmət müqaviləsidir. Müqavilə bağlayırıq. Müqavilə hər iki tərəf arasında imzalanır, möhürlənir. Ondan sonra biz artıq onunla rəsmi qaydada ödənişimizi almaq üçün elektron müqavilə faktoru tətbiq edirik. Baxın, aşağıda quick up var. İkincisi, yuxarıdan ikinci. Aha. İndi buna qaymə vuracaq. Obyekt olaraq, bəli, seçirik obyektimizi, davam etdirməsini basırıq və burada malın, işlərin və xidmətlərin kodu. Yəni, biz onun mühasibatlıq xidməti göstəririk. Bəli. Baxın, siz indi burada mühasibatlıq yazsanız da o çıxmayacaq. Bilirsiniz niyə? Çünki burada malları seçmişsiniz. Ha, bəli, Amma xidmət. xidmətləri seçməlisiniz və burada yazın mühasibatlıq. Bu, mühasibat çoxdursa, onu da yaza bilərsiniz. Burada da yazırsınız ki, mühasibatlıq xidmətləri avqust ayı. Avqust. Ölçü vahidi yazırıq ay, əlimizlə yazırıq. Miqdarın həcmi 1, məbləğdə yazırıq, vahidin satış qiyməti 700. Yəni, tutaq ki, bir ayın qiyməti 700 manat. Bəli. Əlavə et düyməsini basırıq, aşağıya düşürük. Əsas mütləq şəklində biz hər zaman biz həmin şirkətlə, əməkdaşlıq etdiyimiz şirkətlə müqavilə əsasında çalışırıq. Ona görə yazırıq ki, əsas müqaviləyə əsasən. İndi imzalayın, göndərin.